bürcü 19 may 2025-ci il. Günün başlanğıcı çətin olacaq. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız və bu gözlədiyinizdən daha çox enerji tələb edəcək. Bəzi qoçlar yaxınlarına fikir ayrılıqları ilə üzləşəcək və onları tez aradan qaldırmaq həmişə mümkün olmayacaq. Ciddi söhbətlərə başlamağın mənası yoxdur. Bir-birini başa düşmək həmişəkindən daha çətin olacaq. Yavaş-yavaş emosiyalarınızın öhdəsindən gələ biləcəksiniz. Sonra günün qalan hissəsi yaxşı keçəcək. Tək gəzmək sizə rahatlıq tapmağa kömək edəcək. Çox şey haqqında düşünə, bəzi vacib şeyləri başa düşə və sakitləşə biləcəksiniz. Boğa bürcü 19 may 2025-ci il. Həqiqətən istəsəniz belə işləri sonraya qoymayın. Səhər ev işləri görməyə, səliqəyə salmaq, lazımsız şeylərdən qurtulmağa dəyər. Bəzi boğalar yaxınları ilə fikir ayrılıqlarından qaça bilməyəcəklər. Mübahisə baş verərsə, barışmaq üçün ilk addımı mümkün qədər tez atmaq daha yaxşıdır. Əks halda uzun müddət çəkəcək və münasibətləri bərpa etmək çətin olacaq. Çölə çıxmaq və ya qonaq qəbul etmək üçün ən yaxşı gün deyil. Günortadan sonra xoş bir iş görmək, köhnə hobbiyə vaxt ayırmaq və ya yenisini sınamaq zərər verməz. Bu emosiyaların öhdəsindən gəlməyə, müsbət ruh halına gəlməyə kömək edəcək. Əkizlər bürcü 19 may 2025-ci il. Çox şeyə nail ola bilərsiniz, amma çox tələsməyin. Dürüstlüyünüz sizə zərər verməz. Bir çox əkizlər aktiv və təşəbbüskar olacaqlar. Buna görə də təsir edici nəticələr əldə edə biləcəklər. Siz öz emosiyalarınızı, sevdiklərinizi sövq etməməlisiniz. Əks halda heç bir mənası olmadan onları incitmək riski daşıyırsınız. Özünüzü yeni işdə sınamaq üçün yaxşı vaxtdır. İlk uğurlarınızı tez əldə edəcəksiniz. Lazımsız şeylərdən qurtulmaq üçün yaxşı gündür. Bu təkcə evinizi səliqəyə salmağa aid deyil. Ola bilsin ki, faydalılığını çoxdan keçmiş bəzi münasibətlərə son qoymaq vaxtıdır. Xərçəng bürcü 19 may 2025-ci il. Vacib qərarlar qəbul etmək üçün ən əlverişli gün deyil. Həmişə vəziyyəti düzgün qiymətləndirə bilməyəcəksiniz. Buna görə də səhvlər pis nəticələrə səbəb ola bilər. Bir çox xərçənglər əhval dəyişikliyinə meyil olacaqlar. Ona görə də vaxt sevdiklərinizlə ciddi söhbətlər üçün uyğun deyil. Bir-birini başa düşmək, kompromis tapmaq çətin olacaq. Yaşlı qohumlara diqqət yetirməli. Onların problemlərinin həlinə kömək etməli olacaqsınız. Bu yük olmayacaq. Münasibətlərinizə ən yaxşı təsir göstərəcək. Axşam sakit bir atmosferdə xoş fəaliyyətlərlə keçirilməlidir. Şir bürcü 19 may 2025-ci il. Yeni başlanğıclar istənilən problemlərin həlli üçün gözəl gündür. Yalnız həvəsinizə həsəd apara bilərsiniz. Bir çox şir bürcü nəinki bütün planlaşdırılan işlərin öhdəsindən uğurla gələcək, həm də öz nümunəsi ilə başqalarını ruhlandıra biləcək. Çoxlu faydalı əlaqələr qurmaq, nüfuzlu havadarlar əldə etmək şansınız olacaq. Şəxsi həyatınızda dəyişikliklər üçün əlverişli zamandır. İşinizə heç bir şəkildə təsir etməyəcək bir ofis romantikasının başlaması mümkündür. Mövcud münasibətlərdə də hər şey rəvan getməyəcək. Heç bir fikir ayrılığı hisslərinizi qaraltmayacaq. Qız bürcü 19 may 2025-ci il. Səhər məişət problemlərinin öhdəsindən gəlməli olacaqsınız. Yaxşı olar ki, bunu təxirə salmayın. Bir çox qız bürcü daxili münaqişələrə qalib gələcək. Ona görə də başqaları ilə münasibətlərdə hər şey rəvan getməyəcək. Ancaq bu ciddi çəkişmələrə səbəb olmayacaq. Yavaş-yavaş emosiyaların öhdəsindən gələcək, müsbət ruh halına düşəcəksən. Sağlam düşüncə bir çox mühüm problemləri, o cümlədən uzun müddətdir təxirə saldığınız problemləri həll etməyə kömək edəcək. Xoş xəbər almağınız mümkündür. Günün ikinci yarısı qohumlar və dostlarla ünsiyyət üçün əlverişlidir. Tərəzi bürcü 19 may 2025-ci il. Yaradıcılıq qabiliyyətləriniz gözlənilməz şəkildə üzə çıxacaq. Təsəvvürünüz güclənəcək. Ona görə də çətin vəziyyətlərdə orijinal həll yolları tapa biləcəksiniz. Bəzi tərəzilər çox xəyalpərəst olacaqlar. Ona görə də onların bütün ideyaları reallaşmayacaq. Heç bir yerə tələsməyə ehtiyac yoxdur. Tələsik sözlər və hərəkətlər ən yaxşı nəticələrə səbəb ola bilməz. İndi səliqə səhman etmək, lazımsız şeylərdən qurtulmaq üçün doğru zamandır. Çoxlu ziddiyyətlərin yığıldığı münasibətləri aydınlaşdırmaq üçün bir vaxt gələcək. Hər halda siz itirməyəcəksiniz. Əqrəb bürcü 19 may 2025-ci il. Günün ilk yarısı o qədər də asan olmayacaq. Bir çox əqrəblər impulsiv və əsəbi olacaqlar. Ona görə də düzgün qərarlar qəbul etmək həmişəkindən daha çətin olacaq. Yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür, lakin onları tez aradan qaldırmaq olar. Ciddi maliyyə investisiyaları üçün ən yaxşı vaxt deyil. Yavaş-yavaş bütün problemlər həll olunacaq. Bütün bəlalar həll olunacaq. Siz güc və enerji artımını hiss edəcəksiniz. Buna görə də bir çox işin öhdəsindən gələcəksiniz. Sevdiklərinizlə səmimi söhbətlər üçün yaxşı vaxtdır. Ox atan bürcü 19 may 2025-ci il. Sizi uğurlu və hadisələrlə dolu gün gözləyir. Gözlənməz fürsətlər yaranacaq ki, onlardan yararlanmağa vaxtınız olacaq. Əksər ox atanlar xüsusilə cazibədar, parlaq olacaqlar ki, bu da onlara müxtəlif insanlara asanlıq qazanmağa kömək edəcək. Maraqlı insanlarla qeyri-adi tanışlıqlar mümkündür. Çoxlu yeni faydalı əlaqələr qura biləcəksiniz. Özünüzü qeyri-adi bir şeydə sınamaq üçün əlverişli zamandır. Detalları tez başa düşəcək, yaxşı nəticələr əldə edəcəksiniz. Qazandığınız biliklər işinizdə və həyatınızda sizə faydalı olacaq.
Oğlaq bürcü 19 may 2025-ci il. Doğru insanlarla ünsiyyət üçün əla gündür. Cazibə darlığınıza qarşı çıxmaq mümkün olmayacaq. Bir çox oğlaqlar ictimai tədbirlərdə iştirakdan böyük zövq alacaqlar. Layihələriniz üçün sponsorlar tapa və ya nüfuzlu himayədarların rəğbətini qazana biləcəksiniz. Ola bilsin ki, həmkarlarınızdan və ya biznes tərəfdaşlarınızdan biri ilə romantik münasibətlər başlasın. Axşama doğru əsəblilik artacaq. Ona görə də ciddi işlərlə məşğul olmamalısınız. Adi ev işləri ilə məşğul olun və hər şeydə onlarla razılaşmasanız belə sevdiklərinizlə mübahisə etməyin. Dolça bürcü 19 may 2025-ci il. Gününüzün necə keçəcəyi ilk növbədə sizdən asılıdır. Heç yerə tələsməməli, tələsik qərarlar qəbul etməməli və ya qohumlarla əhəmiyyətsiz detallara görə mübahisə etməməlisiniz. Dolçaların əksəriyyəti yeni, xüsusən də mürəkkəb və tanış olmayan işləri öz üzərinə götürməməlidir. Ancaq zərrə qədər səy göstərmədən adi qayğılarınızın öhdəsindən gələ biləcəksiniz. İndi bir vaxtlar təxirə saldığınız işi sonradan bitirmək üçün doğru zamandır. Xərclərinizlə diqqətli olun. Gün bu təbii alışlar üçün çox əlverişli deyil. Etibar etdiyiniz insanlarla ailə büdcəsi məsələlərini müzakirə etməyin zərəri olmaz. Siz pulunuzu necə daha yaxşı idarə edəcəyinizi anlayacaqsınız. Balıqlar bürcü 19 may 2025-ci il. Özünə inam hər hansı bir maneəni dəf etməyə kömək edəcək. Fəaliyyət və enerji sizə ən çətin işlərin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox balıqlar öz gizli istedadlarını oyadacaqlar. Ona görə də gün yeni başlanğıclar üçün əlverişli olacaq. Siz hər şeyi tez başa düşəcəksiniz. İlk nəticələrə nail olacaqsınız ki, bu da çox təsir edici olacaq. Başladığınız işi başa çatdırmaq, lazımsız şeylərdən qurtulmaq üçün əlverişli zamandır. Son vaxtlar tez-tez münaqişə etdiyiniz insanlarla qırılan əlaqələri bərpa etmək, barışmaq şansınız olacaq.